Salamlayıram sizləri, mərkəzçiniz Heydər Hüseynli. Fan klublar arası həvəskar futbol turnirinin ikinci turunda hər birinizi xoş gördük. Galatasaray, Baku və Real Madrid komandalarının qarşı durmasını izləyəcək. Gəlin heyətlərlə sizləri tanış edək. Galatasaray, Baku komandası heyətləri belədir. Qapıda 99 Sultan, 10 Əskər Alişanov, 7 Tural, 4 Elmir, 66 Gökhan. Real Madrid komandasının isə heyətləri belədir. Qapıda 1 Fərid, 12 Tərlan, Kamran, Elşən, Murad, 30 Fikrət. Ənəvi olaraq qırmızılı, sarılı formada Galatasaray, Baku komandası, ağlı formada isə Real Madrid komandası meydanda mübarizə aparır. Artıq hakimin də start stili səsləndirildi. Hər iki komandalara uğurlar arzuluyuruq. Ümidvarıq ki, bol qollu haqlı ədalət gözəl bir maç bizləri gözləyir. Real Madrid komandasının hücum həmləsi və Kamranın zərbəsini yaxın güzdə Sultan dəf edir. Outla oyun davam etdi. Fikrət, Elşən. Yeniden Fikrətlə oynayır. İçəriyə doğru ötürmə, daban pası. Elşən, solcuna ötürmə, Kamran, zərbə indirir Halkiper. Bu dəfə də ayıq sayıqdır Sultan qapısında. Real Madrid bir qədər maça start götürər-götürməz təzyiqlərlə başladı maça. Artıq 2 dəfə təhlükəli zərbə indirdi, amma qapıcı qapısında diqqətlidir. Alişanovdan sağ uzuna ötürmə gəlir Özkan istiqamətində. Boşluq axtarır Özkan ötürmə etmək üçün. Sağ uzuna Alişanovla yenidən oynayır. Əskər, Özkan. Sağ uzuna paralel ötürmə Əskər Alişanov. Alişanov. Geriyə doğru ötürmə gəldi. Tural yenidən Alişanovla oynadı. Qədər müdafiəni yarmağa hələ ki ilk dəqiqələrdə çətinlik çəkir Galatasaray Baku komandası. Yavaş-yavaş, bax, belə ötürmələrlə müdafiəni yarmağa çalışırlar. Elmir. Gəldi Tural, keçdi bir rəqibini. Tural və gol! Hesab açılır. Galatasaray Baku komandasının 7 nömrəsi tərəfindən Real Madridin bu təzyiqləri öz bəhrəsini vermir. Əksinə qapılarında qol görürlər. Erkən dəqiqələrdə erkən qol. Real Madrid komandası artıq mərkəzdən yenidən topu oyuna daxil etdi. Özkanla gözəl hərəkətlər. Essing var ona. Muraddan solsuna ötürmə. Əskər Alişanov, daban ötürməsi. Elmir. Elmir keçdi ikinci rəqibini də. Ötürmə Alişanov. Alişanov. Fərid. Bir qədər dəf etməsi heç o qədər də çətin olmayan bir zərbə oldu. Lakin kornerə yollanır top. Geriyə çəkilir. 66 nömrə ilə oynayır Özkan. Ənənəvi fintləri ilə yenidən hücum qurur. Tural. Yenə çətin mövqedədir. Ən pis halda out qazandırdı komandasına. Daha bir out. Özkan. Topla səris rəftar etməyi sevən və bacaran oyunculardandır. Ötürmə də yaxşı alındı və 2-0. Tural artıq dublinə imza atır. 4 dəqiqəyə 2 gol. Galatasaray Baku komandası Real Madrid komandası üzərində 2-0'lıq üstünlüyü yaradır. Fikrət. Mərkəzə doğru ötürməkdə Elşən. Kamran. Sanki Galatasaray Baku komandası o maç başlar-başlamaz Real Madridin təzyiqləri özləri şərait yaratmış kimi ya da hələ ki oyuna adaptasiya ola bilməmişdilər. Sonrasında isə indi oyunu 5 dəqiqə ərzində artıq tamamilə ələ alıblar. İki top da rəqib qapılarından keçirdiblər. Özkan. İtirmədi topu, Alişanovla oynayır. Əskər Alişanov. Mərkəzə ötürmə. Turaldan tez toxmuşdu. Özkanın ara ötürməsi. Keçmir. Out. Özkan. Və toxunuş var. Avtogol. Avtogol. Düzdür, hücumu başladan Elmir idi sol cinatdan ötürməkdən, lakin
Rəqibdən top meydana qapıya daxil olur, 3-0 olur hesab. Gedər maç tempsiz başlayır. Real Madrid əslində bir qədər ilk cəhdlərində templə başlasa da sonradan temp əməli başlı aşağı düşür. Qalatasaray Bakı komandası sanki bu tempi özləri aşağı saldılar. Bu templərdə artıq 3 qol rəqib qapısına keçiriblər. 4-cüyə yaxın idi Alişanov. Lakin azacıq dəqiqlik çatmadı zərbədə. Tekli epizod yaranır. Elşən zərbə indirdi. Sultanlar refleks yerindədir. Güzdən zərbə. Madridlilər yerinə yetirəcək. Kamran. Tural preslik tətbiq edilir. Geriyə ötürmə Fikrət. Sağcına Elşən. Zərbəsi yenə də Sultan. Yenə də Sultan imkan vermir. Keçid vermir. Daha bir üçün zərbəsi. Ötürmə gəldi içəriyə doğru. Amma Sultan topu tutur. Özkan. Keçdi bir rəqili. Bir qədər riskli. Soyuqqanlı. Həmçində inamlı hərəkətlər idi müdafiədə. Yenə də Özkan'a top gəlir. Boşluq axtarır ötürmə etmək üçün. Daban ötürməsi Elmir. Ötürmə zamanı səhvə yol verilir. Eşən. Murad və 3-1 nəhayət ki o buraxılan qollardan birinin əvəzində çıxır Murad. Madridlilər Qalatasaraylıların qapısına yol tapır. Bu qol bir qədər Real Madrid komandasını özünə gətirəcək. Marağı artıracaq bu qol maçda. Özkan. Özcan ilə oynadı. Tural. Geriyə doğru ötürmə. Alişanov. Özkan və blok gəlir Fikrətdən. Korner. Ötürmə zamanı yenə də qeyri-dəqiqliyi var. Elşən itirir topu. Elmir. Solcuna Özkan. Özkan kalkiperdə keçdi. Ötürmə edir amma top Elşəndə meydan tərk edir. Daha bir ikinci zərbəsi Qalatasaraylılar yerinə yetirəcək. Ötürmə Özkan. Aslında Elmiri fikirləşmişdi amma toxunuş yaxşı olmadı. Bura tepkidə epizod yaranır. Qaydan top daha bir zərbə dirəkdən meydan tərk edir. Alişanov. Mərkəzdə oynadı. Tural. Dapan ötürməsi yenidən Əskər Alişanov. Keçdi bir rəqibini. Yenidən keçdi. Kamranı. Mərkəzə Gökhan. Sağ sınaqda Tural. Sərgəs salınır bir qədər ötürmə Gökhan'a. Əksü məmləsi baş tutmur. Baş tutmur. Vaxtında Sultan qapısını tərk edir. Müdaxilə edir bu hücuma. Elmir. Zərbə və yox, qeyri-dəqiqlik var bir qədər. Fikrət Özcan ilə oynadı. Kamran qarşısında Alişanov. 3 nəfərin atəsində ara ötürməsi yaxşı aldı. Murad və Sultanla yenə də gözəl refleks gəlir. Tabii ötürmə. Yaxın küncə zərbə. Qaydan top və 3 olur hesab. Elşən hesab fərqini minimala indirir. Az öncə demişdim, o buraxılan qollardan birinin əvəzini çıxdıqdan sonra o qol bir qədər Madridliləri özünə gətirəcək. Artıq ikinci qolda Qalatasaraylıların qapısından keçirdirlər. Artıq sarı qırmızıların bir-birlərinə etirazları artmağa başlayır. Əzm edə bilmirlər, qəbul edə bilmirlər. Anidən belə əks hücumlarda qol buraxmağı. Daha bir əks hücum məmləsi. Elşən. Elşən. 3'ə 3 gəliblər. Murad. Yenidə Elşənlə oynadı. İçəriyə doğru ötürmək Esmir.
Sultan. Yanında Tural. Keçə bilmədi rəqibini. Murad top meydanda saxlayır, baxır içəriyə. İti bucaqdan zərbə və 3-3 dublə imza atır Kamran. Daha doğrusu Murad idi bu. Tarazlığı bərpa edir. Madridlilər maça yenidən başlayır. Maçın 11-ci dəqiqəsində. Gökhan. İşləsə doğru ötürmə gəldi. Elmir sağ zinatdan. Tural qoşulur. Keçə bilmədi rəqibini. Fikrət. Bir qədər Elşənin sürətini hesablanmamış bir ötürmə idi. Adamı keçə bilməyədir, keçin də, hara keçin də. Gökhan. Gökhan sürətlənir. Qapısını keçməyə çalışdı. Yox. Top ayağından çıxır. Murad. Dublə imza atıb artıq bugün. Yox, Kobud səhv və xettirik gəlir Turaldan. 4-3 tarazlıq pozulur maçda. Kobud səhv və bu səhvi bağışlamır sarı qırmızılar. Fikrət. Mərkəzdə Elşən qəbul edir, amma bir qədər səliqəsiz şəkildə qəbul etdi topu. Əhsən, qaydalar çərçivəsində müdaxilə edib Fikrətdən. Azlıqda yaxalayıblar müdafiə edə rəqiblərini Elşən. Fikrət və Sultan vaxtında çatdırdı özünü. Yerini alır, seyfini də edir. Fikrət, zərbəsi qeyri-dəqiqdir. Alişanov. Gökhandan tək toxunuşda ötürməyindən Əskər. Sağ zınağa. Tural. Tural hal-hazırda maçda sözsüz şəkildə qəhrəman qismindədir və top dirəkdən geri qayıdır. 3 gol yazdırıb aktivinə bugün. Elmir bir-birlərini tək toxunuşda ötürmələrdə yaxşı başa düşdülər. Vermid uç bucağı yaradılar bir anlıq. Gökhan. Qarşısında Tərlan var, blok qoyulur. Tural. Elmir. Elmirdən qüvvətli zərbə, yenə də qapı dirəyi. Dadına çatırmadı dillərin. Və qaydanı poza Əskər Alişanov burada qarşı. Standart vəziyyət yerinə yetirəcək Real Madrid komandası. Fərid. Türmə Fikrətin önünə doğru, amma onun üçün bir qədər sürətli alındı. Top meydanda qalmır, out. Elmir, Gökhanla oynayır sol sınata. Gökhan sürətləndi. Gökhan zərbə yaxın küncə, bir qədər geridə qalındı. Murad. Ara ötürməsi yaxşı fikir idi, amma bir qədər Elşən səliqəsiz ram edir topu. Alişanov bitirdi topu. Elşən, Fikrət. Yox, belə ötürmə. Belə ötürmələrlə çətindir o müdafiəni yarmaq. Alişanov, Gökhan. Gökhan. Ayağından çıxdı top. Əksü məmləsi Real Madrid komandasına gələcək. Elşən. Elşənin ara ötürməsi Murad və yenə də Sultan. Diqqətlidir qapısında. Daha bir zərbə yenə də Sultandan seyv gəlir. Out. Yox, yenə də baş tutmadı, alınmadı. Uğursuz alınır hücumları. Əksümə çıxır Qalsıraylılar. Fikrət risk etmir. Kornerə yollayır topu. Elmir. Daban ötürməsi gəlir. Tural. Turalın ötürməsi keçmədi. Əksü məmləsi Real Madrid komandasından 3-1 azlıqda yaxalayıblar müdafiə edə rəqiblərini. Elşən ötürməsi Murad. Baxır qapıya. Zərbə də indirir. Bu dəfə isə Madridlilərin zərbəsi dirəyə tuş gəlir.
Həm hesabda minimal fərqlə geridirlər, həm də dirəklərin sayında Madridlilər. Gökhan. Qarşısında Fikrət var. Çəkdi sağ ayağına. Qüvvətli zərbə. Qapıdan yan keçir. Yox. Hakim küz nöqtəsini göstərir. Alişanov. Gökhanla oynadı. Baxır qapıya. Yenə də nənəvi fintinə yerindədir. Amma bu ötürmə idimi, yoxsa ötürmə xarakterli bir sərbə idimi? Tural isə bir anlıq nə edəcəyini bilmədi. Çox sərt şəkildə. Ötürmə isə çox sərt şəkildə gəlmişdi. Zərbə isə qeyrdəyə girdi zaten. Elmir. Turalın önünə doğru ötürmə. Daban posu yaxşı idi. Elmir'in zərbəsi qapının üzərinə keçdi. Yanlıq yaxşı, sürətli şəkildə müdafiədən çıxdı Qalatasaray Baku. Murat, riskli hərəkətlərdir Qalatasaraylılara qarşı müdafiədə. Belə səhvlər etmək olmaz. Alişanovun zərbəsi, qaydan top və dirək, yenə də dirək. İmkan vermir. Dirəkdə 2 fərq yaranır. 2 dirək fərqi ilə öndədirlər. Hesabda isə minimal fərqlə öndədirlər. Galatasaray Baku komandası. Galatasaraylılar hər zaman Madridlilərə qənim kəsiliblər. İstər profesional futbolda, istərsə də həvəskar liqalarda. Uzaqdan zərbə qüvvətli almışdı və qalkiperin toxunuşundan sonra top tirdən meydanı tərk edir. Küzdən zərbə. Toxunuş var idi qapısından sanki. Yox, hakimin fikrincə qapıdan zərbə. Murat. Sürətlənir. Çətin mövqedədir, yox. Saxlaya bilmədi topu. Gökhan. Alişanov. Alişanov mərkəzi də yerdə qoydu. Sağ üzrə ötürmə. Tural və gol. 5-3. Poker gəlir Turaldan. Beş goldan 4'ünü öz aktivinə yazdırır Tural. Tərdan. Qalkiper ilə oynadı Fərid. Qapını nişan alırdı deyəsən. Qədər Sultanı öndə görmüşdü, amma artıq mövqeyində idi Sultan. Elmir. Qüvvətli zərbədən malik oyuncudur. Sol üzünə ötürmə edir. İçəriyə doğru ötürmə çata bilmədi. Çata bilmədi Tural ötürməyə. Murat. Ara ötürməsi keçmir, amma out yerinə yetirəcək Real Madridlilər. Murat. Zərbəyə blok Alişanovdan, digər cinahdan out. Fikrət. Murat saxlamadan zərbə indirdi. Qapının üzərindən keçir. Yaxşı zərbə indirmişdi əslində. Bir qədər qeyri-dəqiqlik var. Yerə toxunandan sonra top çox havaya qalxdı. Əskər Alişanov. O da ənənəvli reydlərindən edir yenə də. Başqa liqalarda da onu dəfələrlə şahid olmuşuq bu reydlərinin. Etməsə həmin maçda axşam yata bilməz. Alişanov. Əskər. Out.
Uzaqlaşdırdılar top meydandan. Gökhan. Blok gəlir Tərlandan zərbəyə. Murad. Keçdi bir rəqibinə Murad. 3-ə 1-dilər. Bu fürsət əldən qaçmamalıdır. Ötürmə İlşən. Yenidən Murad. Fikrət. Fikrət və Elmir. İkinci qol-kiper qismində blok qoyur zərbəyə. Kritik müdaxilə. Qayda pozuldu Fikrətə qarşı. Məcbur idi Elmir. Komanda yoldaşları geri qaydana qədər ya meydandan uzaqlaşdırmalı, ya da bir qayda pozuntusu etməli. Taktiki faul demək olar. Türmə gəldi Elşən. Yenə də yaxşı ram edə bilmədi topu Gökhan. Sərgəli şəkildə ram etdi, amma yox, yenidən əzimkar mübarizə ilə topu komandasına qazandırır. Elmir. Axtarışdadır, boşluq axtarır ötürmə etmək üçün. Sağ sınaqla oynadı, yenidən Gökhan. Pauz edir, baxır. Kimə ötürüm deyə. Alişan olsun saxlayır topu. Əskər. Out qazandırdı. Artıq get-gedə ilk hissənin sonlarına yaxınlaşırıq. Sarı-qırmızıların 5-3'lü üstünlüyü var maçda. Madridlilər üzərində. Hissənin sonlarına yaxın Madridlilər daha bir qola imza atmalıdır ki, ikinci hissəni geri dönüş etmək bir qədər rahat olsun. Uzun ötürmə. Gökhan. Sərgəli oynadı, doğru, düzgün oynadı. Alişanov. Əskər. Əskər Alişanov. Türmə gəldi Gökhan. Yenidən Əskər. Bir red. Zərbə. Blok qoyur. Əksuma sıxma vaxtı da yax. Çıxa bilmədilər. Tural. Yenidən Gökhan. Türmə Elmir. Gəlişinə zərbə indirir. Tərlana daha bir blok. Daha bir zərbə qapıdan yan keçir. Tərlan isə Fəridə əməlli başlı kömək edir desək düz olar. Neçənci dəfədə blok qoyur zərbələrə. Qapıdan zərbə. Elmir. Sağ sınacı yaxın ötürmə ünvanına çatır Gökhan. Gökhan! Klass qola imza atmaq istədi, amma alınmadı. Dəf edir Fərid. Fikrət. Murad. Ötürmə Elşənə. Bu dəfə yaxşı ram etdi topu. Aşırıma zərbə və qol 5-4. Yaxşı idi. Bu hücum da yaxşı idi. Nəhayət maç ərzində demək olar ki, Elşən hər səfərində topu istədiyi kimi ram edə bilmirdi. Bu dəfə yaxşı ram edir, yaxşı fırlanır. Yaxşı da oynadı. Aşırıma zərbə ilə hesab fərqini minimala indirir. Bu qolu deyirdim ki, ilk hissənin sonlarına yaxın bir qola imza atsa Madridlər, ikinci hissədə geri dönüşü bir qədər rahat olar. Gökhan. Bir red gəlir ondan. Ötürmə də gəldi və son anda Turanın zərbəsindən sonra Fəriddən kritik save gəlir. Korner. Gökhan. Keçdi bir rəqibini. Ötürmə Turala. Qapısını kesməyə çalışdı Alişanov və yenə də Fərid. Diqqətlidir qapısında. Bu dəfə digər cinahdan gün zərbəsi yenə yetiriləcək. Qalçıraylılar tərəfindən bir asma gəldi. Alişanov keçdi bir rəqibini də. Kamranla özü artıq 2 nəfər pressing tətbiq edirdi ona. Top itirir 3-2 yaxalayıblar azlıqda rəqiblərini. Madridlilər Murad, Elşən. Sultan imkan vermədi yenə də. Kamran. Asma gəldi, Muradın başladı zərbəsi. Sultan üçün belə zərbələri zərbə sayılır onun üçün. Muraddan daha bir zərbə və Sultan ikinci zətində top tutur və belə ilə ilk hissəni Qalatasaray Bakı komandasında 5-4 hesablı üstünlüklə işinlaşdırır. Birincisi də sizinlə mən idim şəxsən Heydər Selli. Növbəti də görüşmək ümidi ilə hələlik edirəm.
Yeni hər vaxtınız xeyir olsun əziz futbol sevərlər. Artıq ikinci hissəndə Star City səsləndirilir. Bir daha uğurlar arzuluyuruq hər iki komandaya. Növbəti hissədə ilk hissənin nəticəsi isə Galatasaray Baku komandasına 5-4 hesablı üstünlüyü var və ikinci hissəyə başlamaz qol ilə başlayır. Pentatrikə imza atır komandanın 7 nömrəsi Tural. İkinci hissəyə uğurlu başlayırlar. 6-4 olur hesab. Murad Kamranla oynuyor. Kamran baxır qapıya. Ara ötürməsi. Murad turmalı top ayağına. İndirə bilmədi zərbəni. Elmir out. Tural. Yanda Gökhan. Yenidən Turalı görür. Tural ötürmə Elmir və 7-4 oldu hesab. Sözsüz şəkildə hələ də bu dəqiqələrə qədər Tural maçın qəhrəman qismindədir. Artıq asistlər aktivinə yazdırır. 5 qol. Yaxşı nəticədir, əla nəticədir. Elşən. Diagonal ötürmə. Murad amma Sultan. Diqqətlidir yenə də qapısında. Kamran zərbə mövqeyi axtarır. Çox ləngitdi. Yenədən hücum davam edəcək Kamran. Rabona ötürməsi sol cına paralel şəkildə gəlir. Tərlan. Esmiron ötürməsi. Gökhan. Soyuqqanlıdır yenə də həmişə kimi müdafiədə. Alişanov. Yenədən Gökhan. Solcuna. Elmirdən tək toxunuşda ötürmə. Əskər Alişanov. Uzun ötürmə Elmirin önünə doğru. Bir qədər onun sürətini hesablanmamış ötürmə olur. Qapdan zərbə. Kamran. Sürətdən də solcuna atan Kamran. Elşən, Gökhanı keçə bilmədilər bu dəfə də. Gökhan özü sürətlənir bu dəfə. Gökhan. Double hat-trick gəlir Turaldan. Tural və double hat-trick gəlir. 8-4. 4 top fərq getdikcə hesab fərqi açılır. Elə ki, Tural özü sevinmir qola. Biz niyə sevinək? Artıq sadələşib. Galatasaray Baku komandası üçün istər real həyatda, istərsə də əvəzkar liqada Galatasaray üçün qollar sadələşib. Onlara fərqi yoxdur. Madrid olsun, Beşiktaş olsun, Fenerbahçe olsun qarşısında. Aşırma zərbə Elmirdən və qapı tirindən top meydanı tərk edir. Tərlan. Bir anlıq bəlkə də elə başa düşərlər tərəfdaşlıq olunur. Tərəfdaşlıq deyil. Sadəcə hal-hazırdakı vəziyyət. Madrid məğlub vəziyyətdədir. Gökhanın zərbəsinə Tərlandan yenə də kritik müdaxilə gəlir. Alişanov. Sağ sınaqlı oynadı. Elmir. Paralel ötürmə solcuna. Gökhan. Kamran var qarşısında. Məsələ Kamran özündən top meydanı tərk edir. Out. İçəriyə doğru asma gəlmişdi, amma başla Tərlan uzaqlaşdırır. Alişanov. Gökhan. Gökhan ötürmə Tərlandan keçmir. Murad.
Yox, yox, yox. Çox təbii bir hücum oldu. Elmir 3-2 azlıqda yaxalanıblar. Müdafiədə zərbə indirdi Fərid. Yaxın güncə indirilmiş zərbəni dəf edir. Kamran. Yox, çox atdı özündən irəliyə topu. Tural. Murat. Madridlilərdən hücum əmləsi. Kamranın zərbəsi tora yanından daxil oldu. Tural. Diagonal ötürmə sahasına. Gökhan. Gökhan. Pauz edir, baxır, axtarır, boşluğu axtarır, ötürmə etməsi ya da zərbə indirmək üçün və tapdı o boşluğu. 9-4 olur hesab. Tərlan. Dafiənin arxasına doğru ötürmə Kamran. Yaxşı toxunuş edə bilmədi. Əsgər Alişanov. Alişanovdan top itkisi var Kamran. Yenə də uğursuz toxunuş, uğursuz hücum əmləsi. İsə Qalatasaray hücum əmləsi gəlir. Bitirmə zamanı keçmədi top. Lakin out qazanır Qalatasaray Baku. Murat, daha doğrusu Alişanovdur bu. Solsuna Elmir. Tural ram edə bilmədi topu. Kapitan zərbə. Tərlan. Şəhət. Aslında Elmir var. Yanında Kamranla oynadı. Tərlan. Yeniden Kamran baxır qapıya, zərbə mövqeyi, zərbə döndürür. Refleks gözəl idi yenə də Sultandan. Alişanov. Gökhanı görür irəlidə. Gökhan. Atdı önünə, zərbəyə blok, qayıdan top, Turalın zərbəsi və Fərid. Fərid diqqətli. Korner. İçəriyə doğru bir asma gəldi. Elmir bir boşa zərbə indirir, lakin top toru yandan silkələyir. Tərlan. Kamran artıq zərbə indirmək lazımdır. Çox gecikdi və gol. 9-5. Yəni gitmişdi bir qədər. Ya sürətlənməli idi ya da vaxtında zərbə indirməli idi və qola çevrilir. Ekranlarımızda komanda 66 nömrəsi Gökhan Kırdarı görürük. Vur çölə, vur çölə. Bir zərbə blok gəldi. Gökhan. Ara itirməsi keçmədi. Murat. Sol zona ötürmə. Yox, qarşılandı Alişanov. Gökhan. Gökhan və out. Bir dəqiq zərbə olur. Kamran. Sağ ağzına ötürmə.
Tərlan. Əşçi məmləsi Qalatasaray Bakıdan. Dağban ötürməsi yaxşı fikirdir. Rapola zərbəsi yan keçdi qapdan. Tərlan. Sağ paralel ötürmə. Kamran baxır içəriyə. Ötürmə gəlir amma Sultan qarşıladı. Daha bir ötürmə. Qeyri dəqiq idi bu dəfə. Gökhan. Solzuna ötürmə. Elmirin zərbəsi yan keçir qapıdan. Və bu arada nəzərinizə çatdırım ki, az öncə Gökhanın soy ismini Kırdar deyə bildirdik. Xeyr, Kartaldı. Bir Galatasaray komandasında, Aslanların komandasında bir Qartalın olması avantajdır, üstünlüydür. Muradın zərbəsi Sultan dəf edir. Kartal, Sultan. Əskər. Belə bir adlar. Aslanların komandasında əməlli başlı üstünlüydü. Gökhan. Qapısını da keçdi. Pauz edir. Baxır. Ötürmə. Elmir və blok Fikrətdən. Alişanov hücumu davam etdirir. Alişanov. Solzuna ötürmə. Gökhan top meydanda saxlayır, amma rəqib üçün saxlayır. Murad. İmkan vermədilər. Zərfə mövqeyinə 3-2 gəliblər. Muradın zərbəsi Sultan qapısında diqqət edir. Emir başla uzaqlaşdırır. Əşçi məmləsi birbaşa qapını nişan alırdı. Lakin top Kartallarla havaya uçur. Gökhan Kartalın zərbəsi ilə təbii ki. Şən solzuna ötürmə gəlir Murad. Kamran. Keçmədə Sultanla ötürmə. Alişanov sürətləndir. Sürətli şəkildə müdafiədən çıxır. Qalatasaraylılar sağ uzuna ötürmə. Gökhan. Yenidən Alişanov. Blok gəldi zərbəyə. Alişanov. Qeyri-dəqiq götürmanlar. Fikrət. Bir qədər axsıyır sanki Fikrət. Çəkidilər. Tələsmək əvəzinə çox ləngidirlər. Muradın zərbəsi Sultan rahatlıqla dəf etdi. Kamran. Türmə keçmir. Gökhan. Gökhan anidən sürətdən də ötürüm etdi. Elmir, Tural, Gökhan. Yenidən Elmir, Tural. Çəkmək istədi sol ayağına, amma vermədi. Topan ötürməsi Muraddan yaxşı idi Kamrana. Yenidən Muradla. Murad. Yax gezişdirmə Elşən. Tural isə topu axtarır hal-hazırda. Öz cinahı istiqamətini ötürmə Elmir. O qədər rahatdılar ki hal-hazırda Galatasaraylılar. Aslanların rahatlığı var. Gökhan. Tural, yenidən Gökhan, Tural, Gökhan. Sol cinaha paralel ötürmə gəlir. Alişanov. Alişanov. Elşən var qarşısında. Yenidən Gökhan. Türmə Alişanov və gol. 2 rəqəmlilər gəldi. 15.
Komanda 10 nömrəsi komandasının 10-cu qoluna imza atır. Əskər Alişanov. Fikrət. Sağ Murad. Tərlan. Tərlan Muradla oynadı. Bir dənə Tərlan. Ötürmək lazımdır. Yaxşı keçmir Elmirdən. Oxudu bu ötürməni Elmir. Alınmadı buraydı. Əskər Alişanov. Tural. Diagonal ötürməsi ünvanına çatır. Tural. Tural və gol. Bir poker, bir də hat-trick. 11-5. Birinci dəfə. Bəli. Nə qədər qəribə səslənsə də 11-ci dəfədir. Madridliləri meydan mərkəzinə dəvət edir. Aslanlar. Tərlan. Ötürmə edir. Yox, çatmadı Elşən ötürmə. Alişanov. Diagonal ötürmə. Alişanov boş qapıda topu çölə göndərir. Tərlan. Elşən sol cinahda boşdur. Türmə gəldi. Elşən və gol. 11-6. Elşən. Qolları arda-arda gətirir Elşən. Vurmaq lazımdır. Elşən bizə bir məşhur filmimizi xatırladır. Bildirməyə ehtiyac yoxdur, reklama ehtiyac yoxdur. Qolların ardını gətirir Elşən. O bir zərbə və Fərid dəf edir. Digər cinahdan Qalatasaray Baku 6 yerinə yetirəcək. Alişanov. Gökhan. Pauza etdi. Fikrətdən pressing var ona qarşı. Gökhan Kartal paralel ötürməyindən sol cinaha. Alişanov, Tural, tek bir epizod yaranır. Turalın zərbəsi arxa dirəkdən geri qayıdır. Toxunuş da var qalı kiperdən. 200 nöqtəsini göstərdi hakim. Alişanov qeyri-dəqiq zərbə oldu. Fikrət. Murad, zərbə və gol. 11-7. Hesab fərqi 4 topa inir. Muraddan isə daha bir gol gəlir. Tural. Davan ötürməsi Elmirdən tək toxunuşda ötürmə Alişanov. 2 nəfərin əltəsindədir. Çıxır onların əltəsində ötürməklə. Alişanovdan diagonal ötürmə sağısına. Elmirin zərbəsi. Yax, arxa dirək. Fikrət. Ötürmə yaxşı anda Murad. Təhvidə epizod yaranır. Yox. Qeyri-dəqiq oynadı. Qeyri-dəqiq zərbə olur. Gökhan. Tural yenidən Gökhan. Topla rəqs edir və 2 dirəkdən top geri döndü zərbəsindən sonra. Murad. Elşən. Türməsi Fikrət. Haydi Fikrət. Tərlan.
Haydi Elşən, endirin artıq bu zərbəni. Tərlal və gol! 11-8. Hesab fərqi getdikcə azalır, dəqiqələr azaldıqca. Elmir. Əslində bu yorğunçuluqlarına istifadə etməlidir Madridlilər. Galatasaraylıların əldən düşürlər etdikcə. Bəlkə də özləri bilmək olmaz. Belə də aktiv oynamırlar. Hesab bir qədər onları rahatlaşdırdı. Bəlkə də küncdən zərbə. Ötürmə gəldi, Fərid topu tutur, ötürmə edir, Murad tələs, tələs, baxır qapıya, zərbə və gol, 11-9, 11-9 olur hesab, 2 top fərq. Muraddan daha bir gol izləyirik, son dəqiqələrdə, əsas 50-ci hissənin sonlarına yaxın 2 top fərq yaradır Madridlilər. Hesabın fərqi onları çox rahatlaşdırmışdı Galatasaray vaxtını. Alişanov. Sol uzun Cəqan ötürmək, Gökhan Kartal. Kartal sürətlənir, Gökhan! İti bucaqdan uzaq küncə yerlə zərbə indirir. Bir anlı aslan sürəti ilə sürətini artırır. Kartal dəqiqliyi ilə görür uzaq küncü. On 2-9. Gökhan Kartal. Kesti bir rəqibini. Fikrət var qarşısında. Zərbə mövqeyi axtarır. Kartal. Gökhan blok gəlir Fikrətdən. Korner. Yanında Tural oynadı. Yeniden Gökhan. Geriyə çəkildi Alişanov. Bitirir topu. Daha doğrusu Murad. Murad və top dirəyə sürtülərək meydanı tərk edir. Yaxşı idi reydi də, zərbəsi də, amma uzaq 9-luğa düşünülmüş zərbədə azacıq qeyri-dəqiqlik var idi. Alişanov. Top meydanda qalmır, out. Kamran. Kamran zərbə mövqeyi axtarır. Kamran itirdi. Çox uzatdı, amma outla hücum davam edəcək. Fikrət. Diyakanla ötürmə keçmir. Əksüm əmrəsi. Baş tutmadı. Galatasaraylardan. Ara ötürməsi yaxşı fikir idi əslində Elşəndən. Müdafiəçilərdən top kornerə yollandı. Kamran. Fikrətin zərbəsi Sultan dəf edir. Tural. Abana ötürməsi Elmir. Kesti bir rəqibini. 2-yə 1-dirlər. Elmir. Fikrətdən blok. Yoldaş hakim. Artıq son saniyələr, arzu olmaz fin, Kartaldan gəlir. Məncə bu son hücum əmrəsidir Madridlilərdən, artıq final fiti səsləndiriləcək. Dafiyan arxasına doğru ötürmə. Murad, baxır qapıya, zərbə qapıdan yan keçir. Və beləliklə. Final fiti də səsləndirilir. Galatasaray Baku, Aslanlar 12-9 bəli hesabı ilə. Asla qalib gələrək 3 xal aktivlərinə yazdırır Madridlilər üzərində. Biz də reportajımızı sona çatdırırıq. Oyun boyunca sizinlə mən idim şəhərçində Seydər Hüseyinli. Növbəti maçlarda görüşmək ümidi ilə sağ olun, salamat qalın.